Ceyhun doktor, diabetik ayaq xəstələri həkimlə məsləhətləşmədən bütün günü davamlı olaraq gəzirlər və öz düşüncələrinə görə müalicə olunurlar, sağalırlar. Buna münasibətiniz? Münasibətim ümumən şəkər xəstələrinin özünü müalicə etməsinə kateqorik olaraq, qətiyyətli olaraq pisdir. Çünki şəkərli diabet xəstəliyi elə bir xəstəlikdir ki, mütləq həkimin nəzarəti altında olmalıdır və hər bir xəstə mütəmadi olaraq həkimi ilə əlaqədə olub müəyyən müayinələri keçməlidir. Bunlardan əsası damarlar və sinirlərin yoxlanılmasıdır. Çünki bu əsas prinsiplərdən biridir ki, ayağın amputasiyasına, kəsilməsinə gətirib çıxarda bilər. Əgər həmin xəstələrimiz öz başına özünü müalicə edib və ya həkimə nəzarətində olmadığı təqdirdə çox pis fəsadlarla üz-üzə ola bilərlər.